Yaxşı. Sizcə keçdiyimiz əsərlərin, hekayələrin və yaxud da hər hansı başqa bir əsərin hekayə olması təhkiyəçinin dilindən verilən əsərlər hansılardır? Lumu, Anabacı Azad. Anabacı, Azad, sonra Ləman. Yox, müsbət fəxrətli yox. Deməli, Anabacı, Azad, Rəsul Rızanın Qızılgül olmayaydı. Abdullah Şaiqin Köç əsərini keçmişik biz. Aha, Abdullah Şaiqin Köç əsəri də təhkiyəçinin dilindən verilmişdi. Sizcə dediniz ki, əsər müharibə mövzusunda insanların vəziyyətini göstərir, keçirdiyi hissləri göstərir, başına gələn əhvalatları, ailə durumlarını, müəyyən dostluqları, başa düşdük bunları. Sizcə burada qarşı-qarşıya qoyulan tərəflər, yəni konflikt, üz-üzə qoyulan tərəflər, Rəna, dinc həyat və müharibə. Doğrudur, tamamilə. Müharibəni müəllif necə qiymətləndirir? Müharibəyə necə qiymət verir müəllif? Deyir, müharibə necədir? İnsan həyatında necə təsir bağışlayır? Ülvi? Dərin bir iz buraxır, amansızdır. Mir Mahmud? Necə? Bəla adlandırır. Doğrudur. Süjet xətti ardıcıllığı, gəlin birkə ilə, süjet xətti ardıcılığı nə idi? Ekspozisiya, zavyaska, kulminasiya, razvyaska və final. Sizcə, Vətən Yaraları hekayəsinin hansı hissəsini biz ekspozisiya kimi götürə bilərik? Alin? Hekayəni danışanın yaralanması aysasır. O iki ömür arasında müqayisə edirəm. Kaşki iki ömrüm olardı. Bəli, birində təcrübə keçirərdim. Sonra təzədən yenidən doğulardım. Bəli, oldu. Sonra zavyaska olan hissəsi hansını deyə bilərik? Zavyaska olan hissəni Sevinç? Aha, sonra orada var Lətif və Nəsrəddinin istəkləri. Həmin o hissəni zavyaskaya götürür. Bəs kulminasiya? Kulminasiya hansı hissəni götürə bilərik? Dəniz? Yaşadığı yerə qayıtmağı. Öz yaşadığı yerə qayıtmağı. Bəs razvyaska? Razvyaska, yəni hansı hissədə artıq düyün açıldı? Məhəmməd? Səncərə qayıdıb, sonra Lətiflə Nəsrəddin axtarmaq. Aha, düzdür. Lətifənin sağalmasına ümid edirlər. Bax, həmin hissə doğrudur. Sevinməkləri. Finaldakı siz bildiniz ki, üç dostun bir yerə yığışmağı, əlcəkləri taxıb, bir vətən, bir amal uğrunda vuruşmaq istəkləri bəli. Sizcə bu təhkiyəçi əsəri danışır yəni hadisəni nəql edən şəxs hansı anın təsvirindən başlayır? Həyatındakı hansı dönəmin təsvirindən başlayır? Biz bunun səngərə necə gəldiyini, döyüşə müharibə zonasına necə gəldiyini falan görürükmü? Yoxsa müəyyən bir nöqtə var, müəyyən bir hadisə var, yalnız ondan başladıq əsəri. Mir Mahmud? Aha, yəni həmin an hansı andır? Sonra yaralanma anı. Yaralanma anından başladıq düzdür. Biz Vətən Yaraları hekayəsinə görə başa düşdük ki, sizcə bu müharibə o dövr Azərbaycan həyatı üçün olmazsa olmazdı. Yəni mütləq olmalıydı mı insanların həyatında? Yoxsa bundan qaçmaq üçün başqa bir amillər var idi mi? Yəni sizcə bir insan yaşadığı dövrün, yaşadığı ərazi müharibəsindən qaça bilərmi? Xəzən? Qaça bilməzdi. Yəni buradakı iştirakçıların müharibədə iştiraki zərurət idi bilməm. Doğrudur. Biz sizcə bu əsərdə ana məhəbbət görürükmü? Anaya məhəbbət görürükmü Türkan? Ay sağ ol. Deyir ki, keşke dünya analardan ibarət olsaydı, analar idarə eləsəydi, bu zaman dünya daha gözəl olardı.
Doğrudur. Bəs dostluq hissləri verilirmi? Məhəmməd? Lətif vurğandan sonra ondan axtarmaqları, ona görə narahat olmaqları. Bəli. Tək kəsçinin yaralanması zamanı Lətif və Nəsrəddinin cəhdi və yaxud da ki, bu üç dostun çətin günlərində bir-birinə arxa durması elə onların dostluğuna işarədir. Sizcə bəs hansı əsər idi ki, orada ana haqqı, tanrı haqqı deyilirdi? Yəni sizcə anaya böyük dəyər verən hansı obrazı tanıyırıq dastanlarımızdan? Ülvü? Qazanxan anaya yüksək dəyər verir. Bəs ana haqqı, tanrı haqqı deyən kim idi Xəzən? Uruz idi. Bilirik ki, janrı hekayədir. Sizcə epik növdə olsa da burada biz bədii təsvir ifadə vasitələrini çox görürükmü? Yəni bol bədii təsvir ifadə vasitələri verilmi, yoxsa hekayə ənənəsinə sadiq qalaraq nisbətən buna az rast gəlirikmi? Bunu? Bəli, bədii təsvir ifadə vasitələrinə çox rast gəlirik demək olar ki. Yaxşı. İndi gəlin bir-bir obrazları tez-tez xarakterizə eləyək. Lətif obrazını səciyyələndirsək bir neçə kəlmə ilə. Lətif necə obraz idi? Sevinç? Baş aşağı üzü yola. Aha. Sonra həyat şəraiti necə olmuşdu? Aha. Hansı kənddən idilər? Kolayır. Öz yardımsevər idi, düzdür. Biz kimin dilindən eşidirik ki, sanki sədirlik, bir qadına yaraşmayan hərəkət, bir təkkəçinin dilindən eşidirik, düzdür. Bunu təkkəçi yaraşdırmadı həmin Minaya. Düzdür. Bəs Nəsrəddinlə bağlı hansı faktları deyə bilərik? Yəni, necə xarakterizə eləyə bilərik Nəsrəddini? Nəsrəddin obrazı necə xarakterizə eləyə bilərik? Yəni, məsləhətlərində, söhbətlərində nə işdirir Türkan? Aha, sonra nə istəyir? İstəklərin sayı görüm. Yəni, geri qayıdan yoldaşına. Aha, sonra anasına vermək üçün nə göndərir? Şəkil. Bir şəkil göndərir, deyir ki, bunu ana ver və məndən nigaran olmasın.